Yaxın Şərqdə hərbi siyasi vəziyyətin kəskinləşməsi davam edir. Fars körfəzi regionunda bir sıra ölkələrin hava məkanının bağlanması davam edən hərbi eskalasiya fonunda minlərlə insanın təhlükəsizliyi üçün ciddi risklər yaradıbdır. Bu şəraitdə Azərbaycan yalnız öz vətəndaşlarına deyil, həm də bir sıra digər dövlətlərin, o cümlədən də Rusiya vətəndaşlarına humanitar dəstək göstərir. Onların gərginlik zonasından təhlükəsiz şəkildə çıxmasına kömək edir. Bundan əlavə ilkin məlumatlara görə Azərbaycan vətəndaşlarından təxminən 100 nəfər 5 ölkədən Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və Küveytdən təxliyə olunmaq üçün müraciət edibdir və Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərargahın göstərişinə əsasən isə İrandan quru yolu ilə Azərbaycana artıq təxminən 300 nəfər vətəndaş gəlib. Ümumilikdə isə fevralın 28-i səhər saat 8-dən etibarən İrandan 2000-dən çox insan təxliyə olunub. Onların arasında 30-dan artıq ölkənin vətəndaşları, o cümlədən Azərbaycan, Rusiya, Çin, Tacikistan, Pakistan, İspaniya, İran, Yaponiya, Fransa, Almaniya, Gürcüstan, Özbəkistan və Belarus vətəndaşları da var. Və qeyd etmək lazımdır ki, bu fakt bir daha Azərbaycanın beynəlxalq humanitar əməkdaşlığa və qlobal məsuliyyət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.